Gözəl payız səhərindən hər kəsi salamlayıram qızlar. Bugün dekabrın 10-udur. Hələ payız sayılır. Qışa keçməmişik. 21 keçəcəyik. Ona görə payız deyirəm. Qəşəng yağış yağır qızlar. Mənim də gözəllərim burada. Bunun suyu biraz çox oldu deyəni belə saralıb. Amma əl dəymirəm, eybi yox. Bunu da belə bağlamışam bura qızlar. Güllərimlə sizi salamlayıram ilk gündən. Bu da xoşuma gəlir. Qəşəng baxın açır. Belə həmişə yaşıl ümumiyyətlə bitkiləri evdə çox sevirəm. Yəni çiçək atandan çox belə xoş duram. Ətirşah mı deyim, onun adı bir cürdür. Yarən gülü də deyirlər, deyəsən. Yoxsa bir cür adı var, bilmirəm dəqiq. Sardunya deyirlər türklər. Əməköməci də deyirlər deyəsən. Bilməm dəqiq adı nədir. Həmin o gülləri, məsəl üçün çiçəkli güllərin içərisində onu çox bəyənirəm. Begonyaları da bəyənirəm. Bugün axşamdan başlayan yağış, səhər-səhər Abbas apardım, qoydum bağçaya. Rasimi göndərmişəm qonşuya. İndi isə hazırlaşıram. Hara? Gedirəm bacım üçün qəşəng buket yığdırım. Gül dükanına gedəcəm. Yağışla gedəcəm, amma neyniyim, qaça-qaça gedim onu həll edeyim, gəlim. Yağış lap gücləndi qızlar. Gəldim, bir dənə belə fincan almışam. Şaxta baba risunkalı. Demək Instagramda My Home Cooking Nara var, hanım. Mən onun əl bişirmələrini çox bəyənirəm, çox qəşəngdir də. Hər dəfəsində də deyirəm ki, ayda necə gözəl falan. Axırı yazıq bezdi. Mənə hazırlayıb deyir Mehriban xanım, gətirib verəcəm sizə. Hə, özü də Biləcərdə qalan bir izləyicidir. Həm izləyici, həm səhifə işlədir xanım. Heç nə. Mən gedirəm indi gül salonuna, o da gələcək. O mənə şirniyyat, mən də ona əli boş qaytarmayayım deyənə fincan aldım. Bəyənər inşallah. Qəşəng fincan da qızlar. Belə Şaxta baba fincandır, papaqlı falan. Gəldim qızlar, qəşəng. Yolkaya baxın nə gözəl. Belə demək, mən ortasına bir qızıl gül, qırmızı qızıl gül, bir də bu ağlardan elətdirirəm. Baxın, nə qəşəng güllər var. Deyirəm, görəsən gülləri sevməyən xanım var. Məncə hər birimiz sevirik. Çox qəşəngdir. Bax, bu papatyaları çox sevirəm. Bunun ortasına qırmızı qızıl gül elətdirdim. Bunların rəngləri gör nə qəşəngdir. Çox qəşəngdir rəngləri. Belə. Qızlar, yol yağış idi deyənə dayı çəkə bilmirdim sizin üçün. Dedim qoy gəlim evdə çəkim. Instagram üçün də storyyə çəkdim. Hazır. Birazdan bunu qəşəng bir süfrə hazırlayıb təqdim eləyəcəm. Sağ olsun xanım, dediyim kimi mənim kimi səhifə işlədir. Yemək səhifəsi qəşəng bir şeylər hazırlayır. Instagram işlədənlər üçün adını deyirəm. My Home Cooking Nara. Belədir adı xanımın. Çox qəşəng səhifəsi var. Hazırladıkları reseptlər qızlar o qədər belə loru dildə hazırlayır. Çox rahat da, yəni baxsan rahatlıqla öyrənə bilərsən. Belə mənim üçün gözəl, kəsmili bir pirog hazırlayıb. Çox bəyəndim bunu, görünüşünü. Amma əminəm ki, dadı da elə olacaq. Nə demək istəyirəm sizə? Səhifəsində, mən ümumiyyətlə kəsmili şirniyyatları çox sevirəm. Səhifəsində hər dəfə görürdüm, rəy yazırdım ki, yəni çox bəyənirəm də. Belə deyirdim, Mehriban, sənə hazırlayacağım. Çünki xanım Biləcərdə yaşayır. Deyirdim, ay yo, ehtiyac yoxdur da. Dünənləri axşam dedi ki, Mehriban hazırlamışam, sabah necə satdıra bilərəm sənə. Mən də düşündüm, bacım üçün gedirəm də hədiyyə, yəni gül yığdırmağa. Dedim qoy, onu da götürüm. Sağ olsun, mən də xırda da olsa bir fincan aldım, belə qapaqlı filan. Bir növ buna oxşuyur. Baxın, mən burada yalandan da olsa düzəltmişəm köşəmi, amma tam hazır deyil. Buna oxşuyur. Köşəm yalandan belə göstərim sizə, qızlar. Hələ tam hazır deyil, dediyim kimi əlavələr eləməliyəm. Düzəldəcəm buranı. Yəni ürəyim istəyən kimi hələ hazır deyil. Elə bilirəm nəsə çatmır, tuta bilmirəm tam nədir çatmayan, amma yəni eləyəcəm də, hazırlayıb bugün sabaha, bugün başım bacımın ad gününə qarışıq olacaq deyənə yolkanı falan sabahdan ya birisi gündən artıq quraşdırmağa, işıqları keçirtməyə başlayacağam. Pərdələri yuyacağam, pərdələri yuyum, ondan sonra bu işi həll eləyəcəm Allahın izni ilə. Hə, bir də buranın yer yığışa başlamışam. Belə sizə gülü göstərim. Bacım üçün belə kiçik bir gül yığdım. Mən hədiyyəmi artıq vermişəm bacıma. Amma belə bir şey, bir də tortunu inşallah mən alacağım bacıma. Yəni həmişə elə edirəm. Əksi əvvəllər lap çox elə eləyirdim. Yəni sırf özüm dizayn verirdim. Kimin ad günü olursa tort məsələsini öz üzərimə götürürdüm. Axır vaxtlar dayı onu eləmirəm ki, bəlkə kimsə öz ürəyi istədiyi bir şey var, almaq istəyir. Belə üstü şehli gətirdim, bunu da belənçinə qoydum. Qəşəng. Bunu da bəyəndim. Amir bəyi qızlar yola saldıq. Gəlmişəm indi bura.
Instagramda o qədər adam yazıb soruşdu, bəyəndi. Qızlar, bunları mən almışam Dekalivdən. Dekaliv bilirsiniz ki, qab-qacaq mağazasıdır və həqiqətən çox gözəl qab-qacaqlar var. Mən rozetka kimi istifadə edirəm, amma səhər yeməklərində də istifadə eləmək olar. Yəni çox funksiyalı istifadə eləmək olar. Amma Miray cehizliyi var, tanıyarsınız bəlkə. Orada qızlar 1 manat 50 qəpikdir. Amma mən çox baha aldım. Bir də Temudan, əgər sifariş eləyənlər varsa aranızda, Temuda 5-6-sı daha ucuzdur. Mən 4 dənə tapıb almışam. İndi ola bilsin, nə vaxtsa Temudan nəsə vursam, mütləq deyəcəm qızlara. Mənim üçün ya vursunlar bir dənə onu, yəni isə axırı Temudan alacağım. Bu belə getdi. Bu qablarımı isə, bu qablar dəstdir qızlar. Bunu mənə Leyla Baylevli Instagramda bəlkə bir çoxlarınız izləyirsiniz, tanıyarsınız. Həmin xanım hədiyyə edib bu qabları mənə. Bu evə köçəndə mənim üçün sağ olsun hədiyyə eləmişdi. BH Home var. YouTube'da, daha doğrusu Instagramda var səhifələri. BF Home'dur, məsələ belə. BF Home, hə. Oradan sipariş vermişdi. Özüm bəyənmişdim bu arada. Demişdi özün istədiyin olsun, özün bəyəndiyin olsun. Mən də bu seriyanı bəyənmişdim. Sonra deyim də sizə nə oldu. Sonra qızlar belə bir şey oldu ki, mənim qaynanam da mənə hədiyyə aldı ev üçün. O da həmin mağazadan aldı. O da aldı yenə roz rəngin. Sonra arxasınca yenə mənə hədiyyə aldılar. O da aldı, mamacıl aldı. Onlar da rozlu. Yəni mənim rozlu qablarım nə qədərdir qızlar. Hamısı təkrar. Gəliblər qızlar məktəbdən, bağçadan. Abbas yumurta istədi. Mən də ona yumurta hazırladım. Rasimə təbii ki, fərqli hazırlayıram. Yumurta içərisinə çörək əlavə edirəm, duzun. Bəzən şəkər tozu da əlavə edirəm. Bu səfər şirin çayla yeyir. İstədi. Mən də belə, buna da glazok hazırlamışam. Belə. Bu da belə sevir. Nəysə, belə hazırladım bunlara. Sonra gelib hazırlaşacağım. Bayaqdan gelib çıxıb hazırlaşa bilmirəm. Axırda gecikəcəm. Son momentə qalacaq. Demək qızlar, hazırlaşanda istəyirəm bir qismini sizlə həm çəkim. Söhbət eləyə. Başım qarışsın. Hələ bilmirəm nə makyaj eləyəcəm. Mən heç vaxt əvvəlcədən eləyəcəyim makyajı bilmirəm qızlar. Uzaqbaşı girərəm, Pinterestdən bəzən axtarıram, nəsə bir şey. Baxıram, ağlıma gəlir, deyirəm, hə, bunu eləyə bilərəm. Özdə mən video şəklində baxıb nəsə öyrənə bilmirəm həmişə. Gərək, kipriklər də ki, girdi gözümə. Hə, gərək mütləq ki, adı nədir? Şəkil ola. Şəkildən bəyənirəm. Qızlar, biləcəridə sürmədən belə bax, belə bir tanal almışam. Bu tanay. Və çox bəyənirəm. Və Top Face'in belə bir tanalı var. Nömrəsi məndə də indi görüm neçədir. 002. Bu da elə. Bunun nömrəsi A02'dir bu da belə. Hə. Belə çox. Özdə bunun örtücülüyü çox yaxşıdır. Çox belə tanal əlavə eləməyə ehtiyac yoxdur. Elə bu özü tək bəs eləyir. Yəni çox yaxşıdır. İndi bilmirəm də mənim indi telefonumda işıq falan yaxşı deyil, bilirəm qızlar. Effekti yaxşı deyil, neyək? Əlimizdə olanlar budur. Kəş belə ötürə biləm ki, örtücülüyü necədir. İnşallah bərabər irəlilədikcə daha gözəl işıqlar alıb, daha gözəl effektlərlə sizin üçün videolar çəkərəm inşallah. Hələ ki, yəni həvəskar youtuberəm mən, belə peşəkar yox. Hələ ən birinci elə telefonumu dəyişməliyəm. Allahın izni ilə telefonumu da dəyişəndə qəşəng sizin üçün gözəl videolar daha belə də, yəni şəffaf. Çünki bəzi şeylər bilirəm ki, qəşəng görsənmir. Belə də görürsüz qızlar yazırlar ki, yaxşı görsənmir. Heyf. Çox istəyərdim ki, yaxşı kamera ilə görəsiniz. Amma yəni uzun sözün qısası, indi az çox bilirsiniz də nəyə yalan danışaram, danışmaram. Yəni mən pis bir şey olsa heç demərəm. Bu kremi 18 manata deyəsən almışdım qızlar. Tanaylı. Çox bəyənirəm. Həqiqətən çox gözəldir. Üstə qalışı, duruşu super. Hoşum heç nə. Bunu yaş eləyirəm süngəri. Yüzümə qəşəng yudum qurladım. Bax belə. Biraz da göz altlarıma istəyirəm. Göz altlarım əməliyyatdan sonra qan istər-istəməz bir damcıba belə, bir damcı belə qan filan
qan itirdim də, yəni istər-istəməz. O da öz təsirini göz altlarımda da göstərdi. Yəni göz altlarım çox qaralır. Belə. Heç nə qızlar, bu hissəsini sizlə çəkeyim. Sonda hazır olduğum hissəni də sizlə çəkərəm. Vaxt qısadır deyənə. Tez-tez istəyirəm hazırlaşım. Belə, ona görə kameramdan dayandırıram kameranı və son halını, videonun sizə göstərərəm. Nələrdən istifadə elədiyini soruşmaq istəsəz, yazarsınız postun altına. Qızlar, mən də sizə yazaram. Yəni vlogun alt hissəsinə yazın. Yəni istil pomada nömrəsi, nə bilim qaşımı çox belə şeyləyən deyiləm, mən əl dəyən deyiləm. Qaşım yaxşıdır, amma birdən mənim qaşım biraz bir şey pisdir ki, qaşımın qızlar, qaşım gödəkdir. Hər şey yaxşıdır, bir dənə qaşım gödəkdir. Bu da Mary Kay. Nömrə falan burada görsənmir qızlar, nə yalan deyim. Mary Kay'dir. Belə. Çox heyif ki, görsənmir. Qaşım gödəkdir. Qaşımı nə qədər alsalar da yenə gödəkdir. Qaş sabitləyici yox da, Evaline-ın bu qaş kipri üçün olan şeyini istifadə edirəm. Qaş sabitləyicisi kimi. Bu yaxşıdır. Nəsə belə, videonu dayandırıram qızlar. Qızlar, sizə belə kombinimi göstərməyə istəyirəm. Qəşəng üstdən belə bir şey geyindim. Bu paltarımı Trendyoldan sifariş vermişdim. Belə bir şey geyindim. Saçımı, makyajımı göstərmək istəyirəm sizə hələlik. Yaxşıca video çəkib paylaşaram. Fürsət olduqca belə geyinim. Hava elə yağışlıdır, elə yağışlıdır. Bugün ayın 10'udur bu arada. Elə bir bütün yağış bugünə qalmış. Belə üstdən də bunu geyindim. Bunlara fikir verməyin, hələ qurumayıblar, yəni götürməmişəm. Belə, makyajımı da sizə göstərim. Bugün nəsə, nə bilim, belə bir şey eləmək istədim. Saçımı belə topladım, burub biraz uclarını. Nə bilim, tələsik elədim. Bilməm, daha yaxşı görsənir, necə görsənir, axırı da budur. Belə, tam belə ışığa düşün. Məncə pis deyil. Üzüm belə niyə ağ görsəndi bilmirəm bu kamerada, amma elə də deyil. Bəri xanım, təbrik edirəm sürətdən. Allah sizə xoşbəxt eləsin. Valideynlərin düzdür mü? Düzü baxın. Valideynlərin Allah şans sağlığı versin. O xanımla batsın mı? Allah xoşbəxt eləsin. Valideyn bu həyatda Allah bizim valideynlərimizə elə bir qüvvə verir. Yaxşı. Yaşı əslində mən deməyi çox sevirəm, amma indi qarşıda yaş görəndə hesab edirəm ki, onu özləri yazdırırlar deyə mən deyirəm. Növbəti xanım sənətkarımız bugün ad günün qeyd edir. Mən də istəyirəm o xanımı biz layiqli, bax səhərdə necə alqışlayırıq, gözəl. Gəlin o xanımı da layiqli alqışlayaq, gözəl alqışlayaq. Gülü xanımı alqışlayaq, bu neydən dostlar? Maşallah. Təbrik edirəm. Hoş gəlmişsiniz. Bizim daimi qədər qonaqlarımız, bizim hörmətli qonaqlarımız, əziz qonaqlarımız. Allah sizi xoşbəxt eləsin. Hoş gəlmişsiniz. Teşekkür ederim. Gülü xanım, xoşbəxt olasınız. İnsanın canı sağlam olsun, insanın gözəl ailəsi olsun, əzizləri, doğmaları, onu sevənlər, ona dəyər verənlər olsun. Allah sizi daim hocalarda eləsin. Baycan xanım kimi Allah sizi və sizin çevrənizdə olan bütün xanımları xoşbəxt eləsin. Yeni alqışlar dostlar. Maşallah.
sizin o gözəl olmağınızı çox görməsin və hərdən deyirlər ki, neçə belə illərə belə olmasın, neçə gözəl olanlar gəlin. Layıqlı və gürültülü alqışlarımızı sizin bir daha eşidək. Gürültülü alqışlarla. Sevgilerinize Allah hoşnut eylesin. Yani zaten. Değerli babamlar, değerli dostlar, gelin gülüm kalma alışıyor buraya. Gülüm kalma alışıyorlar. Yazım. Hoppa! Hoş geldin. O bizim de filmler. Şu an öyle lütfen. Gülüş arkadaşlar yalnız cümlemizde, yaşı arzu. Allah nasip edesin. Gülüş olmuşlar senin karnımız için dostlar. Yaşar adını da. Hoş geldin. Bir saniye. Bahsedersin. Tamam. Hadi gidelim. Bak orkestrlərə yaxın, hamı kimlərin ürəyi istəyirsin, meydanda olsun, başlayalım təbii ki bizə. Şamımız var, bəli, yandır şamı indidən, yandır dedə görək. Ay sağ ol. Qaşqara göz, xoş baxışlı yarım var. Gələn qaşqara göz, xoş baxışlı yarım var. Gəl qara göz, gəl qara göz, ürəyində yara göz, yara göz, ürəyində yara göz. Ay dərdindən şara göz, belə gəl qara göz. Azərbaycanımın acıyla bağlasın, sənin üçün olmuş, səni də unutulsun, inanma heç kəsə. Qoyma yolumuzu, yalan böhtan kəsə. Vurulub özünə, o qara gözünə, möhtəşəm sözünə, niyə yol çəkirsən? Vurulub özünə, o qara gözünə, möhtəşəm sözünə. Peşman olarsan, dostluken düşman olarsan, geciksen pişman olarsan, dostluken düşman olarsan, almırsan, necəsən bilmirəm, necəsən almırsan, necəsən bilmirəm, necəsən. Sevgili var, olmuşsan ecel mertebede, geciksen pişman olarsan, dostluken düşman olarsan, geciksen pişman olarsan, dostluken düşman olarsan, almırsan, necəsən bilmirəm, necəsən almırsan, necəsən bilmirəm, necəsən almırsan, necəsən bilmirəm, necəsən almırsan, necəsən bilmirəm, ay necəsən. Gəldi ya. Ne qəşəng yağışları. Hayır. Romantik. Evet. Kimin bağlanmadı? Hə, Abbasın. Bəs neyiniyim? Mən ağlayam. Sən ağıllısan, sən pişirməyim bəs. Mən ağlayam. Axı mən sən qazana qoy pişirmək istəyirəm. Yox. Bəs kimi pişiririm? Ac qalım mən. Ya, babana pişir. Babanı pişirim. Hə. Axı mən Abbasi yemək istəyirəm. Yox. Ana onu ver də. Nəyi? Deyir Yox, mən sən pişirib yeyəcəm.
Nənənin üzüklərini almısan əlinə. Axşamınız xeyir olsun qızlar. Demək, gəldim evə, üst-üzə salıb, elə yorğunam. Gəldim uşaqları, üzlərini yudum, üzlərinə çəkdirmişlər bir şeylər. Onlar qəşəng yuduq. Çox adam qızlar üzün yuarkən, kipriklərini falan təmizləyir, göz makyajını. Mən eləmirəm, elə birbaşa yuyuram qızlar. Artıq deyim, yəni təmizləmirəm. Qaşımda biraz karandaş var. Suyumuz qızsın yenə. Belə, üzümün qəşəng makyajını yuyurum. Söndürüm bunu, sonra bir də baxım eləyəndə çəkərəm. Qızlar, baxıram, mənə çox adam yazır ki, şeydir, bəs Mehriban xanım, necə qidalanırsınız, nə yeyirsiniz? Yəni, təbii ki, fərqə görə. Qızlar, məsəl üçün, bugün bir şeylər yedim, yəni, amma qazlı su qəti içmirəm, qazlı sudan qorxuram biraz, onun qazı var deyə biraz qorxuram, biraz ət yedim filan, xiyarla yedim, başqa nə yalan deyim, mayonezli filan, salat filan, heç nə yemədim. Elə bunları, belə yedim, yüngüldə, hətta lülə yedim biraz ki, ət yeyə bilərəm. Dərman atıram, mezimlə buz qopan atıram qaza görə, qaz, bir də köpə görə mütləq atıram. Bir də gün ərzində qatıq, yoğurt çox yeyirəm. Yoğurtla qatığı gün ərzində çox eləyirəm. Bir də belə kokteyl falan belə şeylər içirəm. Onlar daha çox kömək olur da mənə elə bir ki. Sonra nə deyəcəydim? Qızlar, üzümə indi çəkdiyim nədir? Ümumiyyətlə, bir neçə vaxtı üzümə ancaq Bepanthen çəkirəm. Bepanthen adi. Gözlüyüm, baxın, bitirirəm artıq bunu. Mənim üzüm bir ara səpirdi. Bir də bu çox yaxşı nəmləndirir. Əsasda qışda. Təbii ki, seçiminizdən asılı. Mənim üzümə bu düşür. Mən narazı deyirəm. Bir də Evaline-ın belə qaş kiprik baxımı üçün adı nədir? Belə bir məhsulu var. Bilirsiniz, bunun dırnaq üçün olanları da var. Qaş kiprik serumu da dəhşət gözəldir də qızlar. Yəni, qaşınız tökülübsə, kiprikləriniz seyrəlibsə, yəni alın, istifadə edin. Yəni, mənim qaşım buraları, bu hissəsi töküləndir tez-tez. Ona görə mən hər axşam yatanda mütləq çəkirəm. Və beləliklə mənim qaşım çox qəşəng olur. Belə. Mən üzümü nəmləndiricisi vurdum. Əllərimə də krem belənçinə oradan çəkildi, bəs eləyir o. Başqa hələ ki, serum filan, altdan istifadə eləmirəm. Bir də qırmızı piling deyilən bir şey var. Əslində qırmızı pilingdə istifadə eləmək lazımdır. Mən qoyuram elə əlimin altına da depresdən əldə eləmişəm onu trend yoldan. Elə deyirəm, eləyim, amma hər dəfəsində qızlar, həftədə əslində birinci bir dəfə vurmaq lazımdır, 10 dəqiqə qalır. Sonra həftədə 2 dəfəyə eləmək olar. Ölü hüceyrələri üzdən təmizləyir, rəng tonunu açır, rəng bərabərsini aradan götürür filan. Çox yaxşı bir məhsuldur. Mən onun həqiqətən istifadə edəndən sonra dərim olur yumuşaq. Digər ki, eləmirəm. Serumlar filan da var ki, hansı ki uzun müddətdir ki vurmuram. Bu arada Deprestin o həmin məhsulu buradadır. Baxın, bunu deyirəm. Qırmızı peeling çox yaxşıdır. AHA, BH. Bax, bu çox yaxşı üzə təsir edir. Yoxlamaq lazımdır. İstəsəz sifariş verib yoxlaya bilərsiniz. Təhsə Depures yox, başqa markaların da belə qırmızı peelingi var qızlar. İstifadə edə bilərsiniz. Belə, bugün qəşəng ad günümüz keçdi. Bacım ad günü oldu. Maraqlı keçdi. Hamımız bir yerdə qeyd elədik. Vlogda əlavə edəcəm görüntüləri. Düzün desəm, biraz nə bilim, biraz ayaqüstə qaldığıma görə ağrılarım var idi falan. Biraz ad günün keyfini çox çıxarda bilmədim. Orada məzuniyyətə gəlmiş, Allah bütün balaları qorusun, bütün ailələri qorusun. Məzuniyyətə gəlmiş uşaq var idi. Biraz onu gördüm, öz yoldaşım falan. Bilirəm, keyfim qaçdı düzün desəm. Amma yaxşı keçdi ad günümüz, çox qəşəng keçdi. Allah həmişə xoş günlər nəsib eləsin ailəmizdən, sevdiklərimizdən bir yerdə inşallah. Belə o gün olsun, mən də bu vlogda paylaşım ki, yoldaşım artıq gəlir, Bakıda xidmət eləyir. Artıq bir ildən birisi çoxdur, 2 il olacaq ki, yoldaşım oradadır. Bizim üçün təbii ki, çətindir. Bəzi nüanslar var ki, ona görə vəbşi çətindir. Nə bilim, inşallah hər şey xeyirlisi deyək. Bu vlogu da belənçidən istəyirəm ki, yekunlaşdırım.
Əlavə də bilmirəm. Bəlkə yenə əlavə eləyərəm nəsə bir şeylər axırına da vloqun. Bir neçə gündür paylaşıram. Maşallah görürəm sizlər də çox aktivsiniz, sevirsiniz tez-tez vloq paylaşmağımı, günümü paylaşmağımı. Mən də nə bilim, mənə də xoşdur. İnanın başqa bir niyyətim yoxdur ki, ay belə qazanım, ay belə olsun. Yox, artıq sizləri də sevməyə başlamışam, vərdiş eləmişəm. Məsələn, Instagramda da mən çox böyük bir şeylərin arxasınca getmirəm. Sadəcə nə bilim, paylaşıram da hobbidir. Artıq insan bir dəfə çəkməyə başlayanda çəkməyi dayandıra bilmirsən. Məsəl üçün, çoxu mükəmməliyyətçidir. Yəni, hər şey istəyir, qüsursuz, estetik, gözəl düşsün. O bir başqa cür bir şeydir. Mənim kimi gündə necə gəldi, çəkmək istəyənlər də bir başqa cürdür. Təbii ki, hərənin bir cür sevənləri var da. Minnətdaram yenə sevginiz, sayğınız üçün. Hər birinizi öpürəm. Allaha əmanət olun. Belə, yekunlaşdırım. Yedim bunu içeyim. Top. Bu maloçni kokteyldir. Plan 1 dadında. Görün necədir. Bundan içməmişəm heç. Amma çox tərifləyirlər. Biri deyir yaxşıdır, biri deyir pisdir. Görək necədir. Qızlar, demək pəncərələri belə pərdələrini çıxardıram. Çıxardıram ki, qəşəng yuyum. Necə yuyacam? Bu səfər fərqli üsulla yuyacam. Mənə keçən səfərdən izləyicilərim çoxu yazmışdı ki, necə yusaz deyərsiniz. Qızlar, ay mən güllərim nə qəşəng göstərir. Nə onu qoyum, bunu danışım. Ona bax, torpağı tökülüb, gəlir, onları da gətirim, silim. Belə, bu səfər istadacam. İstağa qoyub elə yuyacam. Çox izləyici mənə elə demişdi. Görün, neyinirəm. Gün ərzində sizə bir şeylər çəkə bilmədim. İndi çəkirəm, qızlar, baxın, yenə mən bilinçik eləyirəm və bilinçiklərim bu dəfə daha mükəmməl alındı. Çox bəyəndim bu dəfəkini. Bilirəm, bu dəfəki bilinçiklərim daha yaxşıdır. Özdə biraz elə bir açıq qalanda, belə dəyişirəm, yumuşalır. Özə kıvamını da qızlar necə deyərlər, tutuzdurmuşam artıq, konkret. Yəni əməlcə başda alındırdım. Mənim bacarmadığım şeyə deyir, qurt düşər. Alındı. Belə, indi sizə nə göstərəcəm? Qoy 1-2 dənə də pankekim var, onları da pişirim. Yeni il köşəm hazırdır, baxın orada. Sizə ətraflı qəşəng çəkəcəm oranı. Bəyənəcəksiniz, mənə elə gəlir. Belə. Gəl sübut elə ki, mən bunu səndən öyrənmişəm da, əsi. Az bilirsən, bu da fəkirlər necə qəşəng çıxıb. Super, əsi. Buna o naziliyi falan, bu. Qəşəng. Qızlar, baxın, nə gözəldir. Çox qəşəngdir. Hər şey var burada. Banta baxın. Manatlıq mağaza. Bunları çox bəyəndim. Çeşitli olsa bundan götürmək istəyirəm, amma yoxdur, deyəsən. Baxın, belə bantı mən salfetə bağlamaq üçün istəyirəm, düzün desəm. Süfrədə salfetə bağlamağa, yolkanın üstünə yox. Bu da çox qəşəng çeşiddir. Ümumiyyətlə, fikir olaraq çox şeylər var. Bunlar da qəşəngdir. Keçən mən bunları da bağlamışdım. Yeni süfrəmdə. Bax, qəşəngdir. Qızlar, biraz yaddaş problemim var deyə düşünürəm ki, məni qınamazsınız. Bəzi şeylər haqqında məlumat verib də sonra vermədiyim yadıma düşür və yaxud da bir şey təkrar deyə bilərəm. Yəni, məni mahsur görün lütfən. Bu əməliyyatdan sonra 2 qram ağlım qalmışdı, o da gedib Allah haqqı. Yadımdan çox şeylər çıxardıram. Qızlar, bu köşəmi sizə belə yaxından göstərmək istəyirəm. Bunu bu arada Temudan sifariş vermişdim. Priz kapağı deyə aratsanız, türklər demiş. Priz kapağı. Belə görə bilərsiniz. Çox qəşəngdir. Burada da var. Göstərim sizə. Burada da. Elə yemək falan pişirirdim, eləyirdim. Sıçrayırdı, içi toz olurdu. Məndə biraz fobiyam var, siləndə qorxurdum. Köşəmdəki bunlar, qızlar, Ikigai dekor. Ikigai, G-cıla. Dekor yazıb Instagramda axtarsaz, qonşumun əl işləridir. Bunların içərisində şamlarda düzəldir. Baxın, belə karusellərdir. Mən şamı gözləyə bilmədim. Belə dekor eləyib artıq qoydum bu hissəyə. Fincanlarımın bir çoxu, qızlar, bax, bu Pepko'dan idi. Pepko bağlandı, indi yoxdur. Mən Xırdalan filialından almışdım. Bunu Dekalivdən almışam. Bunu keçən il hardan aldığımı xatırlamıram, amma çox yerdə var bu. Bunu da deyəsən Sumqayıtdan almışdım. Bunu da Dekalivdən almışam. Bu da Pepko'dan idi. Keçən il yox, iniş il almışam. Bu da keçən il alınıb. Bunu sağ olsun Anara rəfiqəm hədiyyə eləmişdi mənə. Öpürəm buradan onu da. Bu ikisini də, bunu da ev eşikdən almışam, bunu da ev eşikdən almışam. Bunu Biləcərdən manatlıq mağazadan almışam. Belə bir yolka aldım, sonra Biləcərdən manatlıq mağazadan. Bu hissəni belə dekor elədim, göstərim sizə. Elə bilirəm ki, çox qəşəng görsənir, yeni il köşəsi.
Daha sonra isə burada belə mini yolkam da var. Bunu da keçən il almışdım. Belə üzərini bəzədim. Belə duz qabları Dekalivdən almışdım deyəsən bunları da. Səhv eləmirəmsə. Sonra belə salfet qabı. Bunu Temudan almışam. Qızlar yaraşdırdım. Bunu da bu hissəyə belənçinə mətbəximdə qoydum. Buranı da belə göstərim sizə. Yeni il işıqları falan. Yolkamın yerini dəyişdim, biraz küncə elədim. Bu arada yeni il işıqlarını, belə pərdə işıqlarını qızlar, pərdə kurçokuna keçirdim. Pərdə ilə gün keçirməzin arasındakı sırayla adi pərdə asırmış kimi asmışam. Məncə çox qəşəng görsənir. Məncə tam yeni il havasında bir yolka oldu. Abbas bir yandır balam işığı. Nəyi göstərmək istəyirəm sizə? Qızlar, bu yolkanı əslində satmaq istədim bu il bir ara. Sonra vaz keçdim. Vaz keçdim. Niyə? Düşündüm ki, belə qəşəngdir. İndi sabahlarım inşallah vaxt eləyib gedəcəyik anabala Rəsimlə Xırdalana. Abbasa ayaqqabı almalıyam. Sabah məktəbin vaxtına kimi gedib alacağam inşallah. 1-2 dənə də oyuncaq belə əlavə edəcəm. Bura qalan hər şey çox qəşəngdir. Düşünürəm belə küncədə yaxşı görsənir. Buralara fikir verməyin. Uşaqlar bomba atıblar axşamdan bəri. İndi inşallah bu hissəni də düzəldəcəm yeni ilə uyğun. Bəzi dekorlarım qalıb ki, onları hələ çıxartmamışam. Onları da çıxardım. Masanın üzərini də düzəldəcəm. Belə, pərdələri də bu arada yudum, təmizlədim qızlar. Çox qəşəng asmışam belə. Məncə super görsənir. Belə evin bu havası elə biləm dəyişilib. Məncə bu il yolkam daha gözəldir, daha ürəyimə yatdı. Siz necə bəyəndiysə, rəylərdə mütləq yazın. İstəyirəm vlogu qızlar yekunlaşdırım. Nə soruşmaq istəsəz, nə eləsəz şərhlərdə yazın. İnşallah ki, çalışdığım qədər hamısını cavablayacağım.